İlk qədim sənəd 1710-cu ildə Quba xanı Əhməd xan tərəfindən Xudat kənd icmasına kollektiv verginin tətbiqi ilə bağlı verilmiş sənəddir. Bundan başqa bizim arxivimizdə digər qiymətli sənədlər, yəni 19-cu əsrin əvvəllərində Azərbaycanda neft emalı, neft quyuları ilə bağlı sənədlər tarix arxivimizdə saxlanılır. Azərbaycan ərazisində aparılmış kameral siyahılar, yəni kameral təsvirlər mövcuddur ki, bu kameral təsvirlərdə 1817-ci ildən sonraki dövrdə Azərbaycanın müxtəlif inzibati ərazi bölgələrdə yaşayan əhalinin demoqrafik strukturunun öyrənilməsi mümkündür. Kürəkçay sülh müqaviləsidir, Türkmənçay sülh müqaviləsi surətləri, ondan sonra Gülüstan sülh müqaviləsinin surətləri bizim arxivlərimizdə saxlanılır. Şübhəsiz ki, onların orijinalları digər dövlətlərin arxivində saxlanılır.